İndi bugünkü günü maşallah bizim ofisdə bir 50 nəfər əməkdaş var. Mən hər dəfə indi onlarla iclas elədiyim təqdirdə deyirəm ki, bax mənim deyirəm bir dənə balaca ofisim var idi. O vaxt mən Çapayevdə bir ofis götürmüşdüm. Mənim bir işçim var idi deyirəm. Həmən deyirəm xanımla mən, sizin deyirəm həmişə mən onu iclasda vurğulayıram ki, 2 nəfər deyirəm biz əməkdaş, biz deyirəm sizin 50 nəfərin gördüyü işi biz tək görürdük. İndi bugünkü günü siz deyirəm, misal üçün də bəzdən gəlib axızaransınız ki, iş çoxdur, falan çoxdur, fəsməkan. Biz ümumiyyətlə hər şöbəyə öz nümayəndələri var da, böyük transport şirkəti olaraq. Mən həmişə iclasda bunları tövsiyə edirəm, bunlara məsləhət verirəm ki, vallahi deyirəm, bizim cəmi 2 nəfər adamı idik deyirəm. Mən deyirəm, bütün günü avtobus axtarırdım, tapırdım. Həmən xanım saat 9-da işdən çıxırdı. Mən artıq o qədər yorulurdum ki, çənəm söz tutmur telefonla danışmağa. Çox sağ olsun. Həmən xanıma mən zəng eləyirdim, bütün sürücülərin nömrələrini verirdim. Gecə səhəri həmən xanım danışırdı və səhər tezdən artıq mən sürücülərlə əlaqəyə keçirdim.